Prezidentin Təhlükəsizlik Xidmətinin yeni rəisi Fərid Əsgərova general-mayor ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Bu barədə Azərbaycan Karate Federasiyası da məlumat yayıb. Azərbaycan Karate Federasiyasının vitse-prezidenti Fərid Əsgərovun Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi vəzifəsinə təyin olunması, həmçinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülməsi münasibəti ilə onu təbrik edir. Bu məsuliyyətli və şərəfli fəaliyyətində ona uğurlar arzulayırıq.